İntensiv yağıntılar səbəbindən Masalının ayrı-ayrı yaşayış məntəqələrini su basıb. Rayonun Böyük Təkli kəndində 50-yə yaxın fərdi ev sel sularının altında qalıb. Sel suları evlərin zirzəmilərinə dolub, əkin sahələrinə ciddi ziyan vurub, xeyli sayda ev quşu tələf olub. Hal-hazırda gördüyünüz kimi kənd sakinləri də qalıb o üzə, gəri ailə o üzə, gəri bu üzə. Çörək almaq lazımdır, məktəbə gedə bilmirlər. Bizim olan yolumuz budur. Mənim tayam gedib. Mənim 100 baş toyuğum, bax özü girdi söyləən çəkdiniz, özüm əqqabımı verdimsə getdi çəkdiniz. Bax quzum düşüb yerə boğulub ölübdür. Yerli sakinlərin sözlərinə görə onlar artıq ikinci ildə analoji problemlə qarşılaşırlar. Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Bir neçə saat davam edən leysan nəticəsində Goranboyda da Qaraçay çayında suyun səviyyəsi artıb. Nəticədə çay kənarında yerləşən 10-a yaxın kənd sel sularına məruz qalıb. Leysan suları yaşayış məntəqələrində evlərin zirzəmisinə, tövlələrə dolub. Kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri yararsız hala düşüb. Rayon mərkəzi ilə Ağca kənd qəsəbəsini birləşdirən yolun bir neçə hissəsi dağılıb. Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır. Yağıntılar Cəlilabadda da fəsadlar törədib. Rayonun mərkəzindən keçən Mişərçay üzərindəki suslutarda suyun səviyyəsi maksimum həddə çatıb. Ərazidəki bəndin uçma təhlükəsi yarandığı üçün texnikalar vasitəsilə qabaqlayıcı tədbirlər görülür. Hazırda biz Cəlilabad rayonundan keçən Mişərçayın ətrafındayıq və buradakı suslutarın üzərindəki suyun səviyyəsi maksimum həddə çatıb və daşqın riskinin qarşısının alınması üçün ərazidəki körpünün ətrafından əlavə kanal çəkilir. Suyun axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan iri yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib. Körpü əlavə davaflı eləsəydilər, belə olmazdı. Və oradan bir də turba keçirsinlər, keçirmirlər. O da mənim səhər oğlum məktəbə nətər geçsin? Hardan gidə bilmir, heç satdıq kütüyə buraxmalıdır. Yəni uşaq çıxacaq kütüyə, ayaq sürüşədə yıxılacaq, yol uçub, körpü uçub, hardan gidə bizim məktəbə? Mişərçayın məcrasından çıxması ilə bir sıra iaşə obyektləri suyun altında qalıb. Gecə bəzi rayonlara isə qar yağıb. Cənub bölgəsində ən çox qar yardımlıya yağıb, bəzi ərazilərdə qalın qalınlığı 60 sm çatıb. Lirik rayonunda qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir. Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-yədək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlər arası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da Lənkəran Reylik şosesi açıqdır. Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub. Bundan əlavə İmişli, Cəlilabad, Oğuz, Qax və Şəkir ərazilərinə də qar yağıb. Bu rayonlarda heç bir çətinlik yaranmayıb. Balakən rayonuna isə səhər saatlarında dolu düşüb. Dolu yağışı bir neçə dəqiqə davam edib.